Təkəbbürlüyün növləri var ki, bu növlərə diqqət etmək lazım. Birinci növ budur ki, insan Allaha qarşı təkəbbürlük eləyər. Allaha ibadət etməkdə təkəbbürlük göstərər ki, mən Allaha səcd etmərəm, mən Allahın qarşısında əyilmərəm, ibadət etmərəm. Bu ən çirkin küfürdür və ən çirkin təkəbbür növüdür. Nəmrud kimi, Firon kimi. Firon o qədər təkəbbürlüdür ki, qayıt dedi, ənə rabbukumul ə'la, sizin ən böyük Rəbbiniz mənəm. Necə olur insan gəlir bu səviyyəyə çatır? Ələq surəsində Allah Teala bunu bizə izah edir. Kəllə innəl insənə ləyətğə ər-rəəhu istəğna. İnsan özünü ehtiyatsız görən nə vaxt? İnsan der özünü ehtiyatsız görən özü istər, neyniyər? Tüğyan eləyər. Der, insan o vaxt tüğyan eləyəcək ki, özünü ehtiyatsız görür. Elə bilir ki, hər şeyə sahib budur, müstəqil bir vücuda sahibdir, müstəqil varlığa sahibdir. Sahib olduğu hər şeydə elə bilir ki, elə bunundur, bunun güc və qüvvət sahibidir. Da anlamır ki, sahib olduğu hər şey məhvə məhkumdur. Özün belə təkəbbürlü edilən insan gücünə, qüvvətinə, qoluna, əşirətinə, malına, mülkünə, vəzifənə arxalan insan hər an sən itirə-itirə gedirsən. Hər an itirə-itirə gedirsən. Bir gün taxta üzərində qurumuş bir cəsəd olacaqsın. Səni belə çevirəcəklər, sonra belə çevirəcəklər. Sonra da aparıb torpaqda quyulayacaqlar. Bu ən pis təkəbbürdür. Ki Allah da Quranda buyurur ki, o kəslər ki, mənə ibadət etməkdə təkəbbürlük edirlər, onlar toplu halda cəhənnəmə daxil olacaqlar. İkinci növ təkəbbür peyğəmbərlərə qarşı təkəbbürlükdür, övliyalara qarşı təkəbbürlükdür, imamlara qarşı təkəbbürlükdür, hətta alimlərə qarşı təkəbbürlükdür. Həzrət Rasulullaha qarşı təkəbbürlük eləyirdilər, niyə? Dedilər, bu fəqir birisidir, kasıb birisidir. Buna Quran neyə nazil olur? Bir imkanlı adama nazil oluydu da. Quran-ı Kərimdə bu cür vəsf olunur, deyir. Kaş bu Quran iki şəhərdən, yəni Məkkə və ya Taifdən, bu iki şəhərdən bir əzəmətli adama nazil oluydu, imkanlı adama nazil oluydu. Bu nədir bu fəqirə nazil olub Quran? Təkəbbürlükdən Quranı qəbul etmədilər. Təkəbbürlükdən Peyğəmbərin sözünü qəbul etmədilər və küfrə getdilər, düşdülər. Və yaxud da Həzrəti Musa və İsa aleyhissalam Bəni İsrailə gələndə nə dedilər? Firon və Fironun ətrafında olanlar, bizim kimi bu iki insana inanaq biz. Bu da bizim kimi insandır, buna nəyə inanıram mən? Təkəbbürlük səbəb olur ki, bax, insan Allah Peyğəmbərinə qarşı çıxır. Əmir əl-Mömin aleyhissalamın Peyğəmbərdən sonra xilafətini, imamətini qəbul etməmə səbəblərindən biri də təkəbbürlük idi. Dedilər, Əli ibn Əbi Talib gəncdir, cavandır, ondan yaşlılar var, ağsaqqallar var. Təkəbbürlük səbəb oldu ki, görürsən, imamdan uzaq düşdü, imama qarşı çıxdı, imaməti inkar elədi.